Herkese salam, kanalıma xoş gəlmisiniz. Mən bir neçə videoda qeyd etmişdim ki, ibtidai sinif müəllimiyəm və 6 ildir ki, işləyirəm. Bu gün bu mövzuda ətraflı danışmaq istəyirəm, amma öncəliklə sizdən mənə dəstək olmanızı xahiş edirəm. Kanalım yenidir və ilk olaraq 1000 abunəyə ehtiyacım var. Abunə ol sözünün üstünə toxunaraq mənə dəstək ola bilərsiniz. İndi isə qaydaq mövzumuza. Əgər siz də müəllimlik ixtisasını bitirmisinizsə və işləmirsinizsə, bu video sizə motivasiya olacaq. Başlayım ən başdan. Mən 2017-ci ildə Azərbaycan Dövlət Pedaqoji Kollecini bitirmişəm. El arasında Sabir adına olaraq da tanınır. Mən kolleci bitirəndə 19 yaşım var idi, çünki 9-dan çıxıb kollecə qəbul olmuşdum. Bitirdiyim il heç maraqlanmamışdım ki, MİQ imtahanı nədir, necə qeydiyyatdan keçirlər. Həmin il imtahan vermədim və artıq 4-cü kursdan etibarən bir mağazada satıcı olaraq işləyirdim. 2018-ci ildə imtahana bir ay qalmış hazırlaşmaya başladım. Elə hazırlaşarkən də hiss eləyirdim ki, mənə çətin gəlir, uzun müddətdir ki, dərslərdən, kitablardan uzaq qalıb, çətin iş rejimində işləmişdim. Beləliklə 2018-ci ildə daimi işləmək üçün kifayət qədər bal toplaya bilmədim. 60 baldan 42 bal toplamışdım. Əslində müddətli müqavilə üçün kifayət eləyirdi bu bal. Sadəcə olaraq daimi turlardan sonra həmin dövrdə Təhsil Nazirliyindən zəngindən təklif gəlirdi məktəblərə. Amma mən qeydiyyatdan keçəndə nömrəmi səhv yazmışdım, səhv qeyd eləmişdim. Ona görə də bu şansımı da itirdim. Nəysə ki, bir ildə belə getdi və nəhayət 2019-cu ildə imtahana 3 ay qalmış özüm kitabları aldım, hazırlaşmaya başladım. Avtobusda, işdə, günorta fasiləsində bacardığım qədər özüm hazırlaşırdım. İmtahan verməyimə 1 ay qalmış işlədiyim mağaza bağlandı və yeni iş axtarmadım artıq. Mən imtahan verdiyim dövrdə 4 fəndən imtahan verirdi. Azərbaycan dili, riyaziyyat, kurikulum və məntiq. Hal-hazırda isə məntiq çıxarılıb, Azərbaycan dili, riyaziyyat və məntiq qalıb. Bir tək həmin dövrdə riyaziyyatdan kursda hazırlaşdım, qalan fənləri isə özüm. Nəysə ki, imtahan günü gəldi çatdı və mən 60 baldan 51 bal topladım. Çox sevinirdim həqiqətən. Amma ilk turlarda, yəni daimi turlarda məktəbə yerləşə bilmədim. Sentyabrın 15-nə bir neçə gün qalmış Təhsil Nazirliyindən mənə zəng gəldi və evimizin yaxınlığında bir məktəb təklif olundu. Tez qəbul elədim, hazırlaşdım, getdim. Direktoru ilə danışdım, 3-cü sinif götürdüm və sentyabrın 15-nə artıq işləməyə başladım. Sadəcə olaraq işlədiyim yer analıq məzuniyyətində olan bir müəllimin yeri idi və fevral ayında həmin müəllim işinə geri qaydırdı. Mənim işimə xitam veriləcəkdi. Bunun üçün pis olmuşdum. Mən işləmək istəyirdim davamlı. Amma hər bir şey, həyatda başımıza gələn hər bir şey həqiqətən də bizim xeyrimizə olur. Oradakı işimə xitam veriləndən sonra Təhsil Nazirliyindən yenidən mənə zəng gəldi və daimi olaraq, yəni daimi vakansiyası olan bir işlə təmin olundum. 2020-ci ildə bilirsiniz ki, pandemiya oldu. Müsahibəni də onlayn şəkildə verdim. Həmin məktəbdə daimiləşdim. Artıq 6-cı ilimdir ki, həmin məktəbdə işləyirəm. Yol məsafəsi mənə uzaqdır, amma mənim üçün xoşdur. Yəni o yol belə gözümə görünmür. Uşaqların gözündəki o sevinci görəndən sonra, o məktəbdə xoşbəxt olandan sonra. Belə əzizlərim, sizə də məsləhətim, özünüzə olan inamınızı heç vaxt itirməyin, motivasiyadan düşməyin, sınamaqdan yorulmayın, ətrafdan gələn mənfi səslərə də, düşüncələrə də qulaqlarınızı bağlayın. Hər şey öz vaxtını gözləyir. Belə, sağ olun, salamat qalın.